Sabirin bizə çatan məlumatlara görə ki, Salman Mümtazdan, Abbas Səhhətdən gələn məlumatlara görə bunun 3 boğçası olub, şeir boğçası. Dünyasını dəyişəndən sonra onların ikisi itib, boğçaların ikisi itib. Onu da nə qədər axtarıblar, tapa bilməyiblər. İndi uğurlanıb mı deyək, düşmənçiliylə eləyiblər, necə olub, bunu biz bilmirik. Amma aradan itib, gedib. Qalan bir dənə boğçasıdır, o da hop-hopnamə kimi cəm olunub. O da nəyin sayəsində qalıb? Bu, Molla Nəsrəddin jurnalı filan bunların sayəsində ki, indi kasıb adam idi 3 manat, 5 manat, oradan qanarar alırdı, yazırdı, verirdi bu cürünə. Onun bir dənə şeirindən, bir-iki dənə şeirindən oxuyursan, hop-hopnamədə hardasa 10 olar da, 10 dənə qəzəl var cəm. Təqribən deyirəm də aşağı-yuxarı. Amma o qəzəllərə baxırsan, adam dəhşətə gəlir ki, görürsən o 2 dənə boğçada nələr olub. Hətta Salman Mümtaz deyir ki, Seyid Əzimin bəxti onu da gətirdi ki, o 2 dənə boğça itdi, yoxsa Seyid Əzim oxuyan olmazdan Sabir oxuyardı. O dərəcədə, həmən o 10 dənə qəzəl, hələ o dərəcədə ki, 10 dənə qəzəli götürürsən, qoyursan tərəzinin bir gözünə, Füzulinin də türkcə divanını qoyursan bir gözünə, ölsən ki, hələ o qədər də var. Çox gözəl, çox belə, ümumiyyətlə Sabirin təbii hiss olunur ki, deyilişində hiss olunur ki, bu adamın təbii çox rəvan olub. Bu adamın söz texnikası, söz demək texnikası çox əla olub. Ədəbiyyatın axı qanunu budur. Sözü necə deyəsən? Nə deyəsən yox, sözü necə deyəsən? Mənə gəlir ki, Sabirdən başqa bunu heç kəs bu cür deyə bilməz. Deyir, istərəm ölməyimi, ley ki, qaçır məndən əcəl. Görünə bədbaxtam, əcəldən də yerək naz çəkəm. Bu şirinlikdə Sabir, nə bilim, deyir, sanma əzdikcə zaman bizləri viranlıq olur. Zaman bizə əzdikcə, ölə bilmək ki, viranəyə dönür. Oxşadır nəyə? Deyirmana. Deyirman işləyəndə yaxşıdır da, diyananda viranə qalır axı. Dəyirmanın da işi nədir? Buğdanı üyüdmək. İnsan buğda misalındadır. Gəlir bu dünyanın çərxi fələyinə, o dəyirmanla, əzilir, sınır, amma qiyməti artır, una çevrilir. Buğda ucuz idi, un bahadır. Və onu buğdanın, ucuzun bahaya çevrilməsi üçün bunun əzilməyi, sıxılmağı lazımdır, elə deyil. Deyir, sanma əzdikcə zaman bizləri viranlıq olur, un təmənnası ilə buğda dəyirmanlıq olur. Çalxalandıqca, bulandıqca zaman nehrə kimi yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Bu şirinlikdə kim nə deyə bilər? Baxırsan qəzəllərinə baxanda lap dəhşət bürüyür adamı. Qoyma gələ sağıya, zahid meyxanəyə. Dönməyə meyxanəmiz, məscid-i viranəyə. Eylə həzər eysənəm, vurma gireh zülfüvə. Saçıvı hörmə. Saç hörəndə bu yumru olmur. Deyir, eylə həzər eysənəm, vurma gireh zülfüvə. Niyə? Oxşamasın şəklidə səbhi-i səddanəyə. 100 dənə təsbihi oxşatmayın onu deyir. Badə-i təlx içrə bu nəşə-i şirin nədir? Diqqət elə. Acı şərabın içərisində şirinlik var. Badə-i təlx acıdır da. Badə-i təlx içrə bu nəşə-i şirin nədir? İndi səbəbinə bax. Bəlkə qoyub dilbərim ləb-i peymanəyə. Sabir o cənnət ruxun, cənnət üzlünün, elə deyil. Niyə cənnətdən deyir? Nə var ki, xal buğdaya oxşayır. O cənnətlə buğdanın bir əlaqəsi var axı, elə deyil. Adəm əleyhissalamla. İndi söhbəti gör necə gətirir. Deyir, Sabir o cənnət ruxun, gəndimi xalın görüb, buğdaya oxşayan xalını görüb, az qalıb Adəm kimi aldana bir danəyə.
Fikir versən, bu şirinlik, məsəl üçün, şeiri başa düşən adam üçün bu çox ali bir dənə zövqdür.